Endokrin vəzlərin fəaliyyəti bütün orqanizm metabolizmasını ayarlayır. Yuxu problemi çox önəmlidir. Yuxusuzluq stressdir. Endokrin vəznin müəyyən xəstəlikləri var ki, onlar yuxu problemlərinə səbəb ola bilir. Bunların ən başlıcası zob xəstəlikləri gəlir. Misal üçün, Graves xəstələri, zəhərli zab olan xəstələr normal yata bilmirlər. Yuxu rejimləri qaydasında olmur, çox səhvli yatırlar. Yaxud da bunun əksi hipotiroidin olan xəstələr çox dərin yatırlar. Və yaxud da yuxuları keyfiyyətli olmur. Gündüz vaxtları yuxulu olurlar bu insanlar. Hipoz vəzi xəstəliklərinin, akromeqali, Cushing kimi xəstələrdə də narahat yatır bu insanlar. Adi şəkərli diabetli insanlara da yuxu rejimi pozula bilir. Bu insanlarda yuxunun pozulmağının səbəbi CD ifrazının artmasıdır. Qan şəkərinin yüksəlməsi səbəbindən bunlar gecə dərin yuxuda da olsa ayılıb silə getmək məcburiyyətində qalırlar. Bu baxımdan bu insanlarda bəzən neuropatiya bağlı ayaq ağrılarına, uyuşmalara, keymələrə bağlı olaraq yuxularının keyfiyyəti pozulmuş olur. Yuxu problemi olan insanların ilk problemi də yuxu apnoisi dediyimiz piylənməsi olan insanlarda rast gəlinən bir problemdir. Təbii ki, gördüyünüz kimi yuxu problemləri, yuxusuzluq və ya yuxululuğun bir çox səbəbi endokrin xəstəliklərə bağlıdır. Bu problemi yaşayan insanların endokrinoloq qəbulunda olmaları araşdırılmalı, hər hansı xəstəlik olduğu diaqnoz olunmalı və uyğun müalicə edilmələri lazımdır ki, bunlar normal sağlam yuxu rejiminə qovuşsunlar, normal sağlam yata bilsinlər.